Salam və vaxtınız xeyir olsun dostlar. Biz yenə sizin qarşınızdayıq. Futqas layihəmizin bu həftəyə olan buraxılışı ilə Ziya və Rafael hər zaman olduğu kimi mənimlə olacaq bu gün. Xoş gördük. Xoş gördük Ali. Maraqlı həftəni yola veririk, ötürürük və həftə zəngin oldu futbol hadisələri ilə. Biz də təxminən bir həftəlik fasilədən sonra yenidən qayıtmışıq və bu həftə ərzində baş verənləri müzakirə edəcəyik və elə verilişdən öncə uşaqların da təklifi ilə hardan başlayaq, necə başlayaq. Hər zaman ölkə futbolundan bir-iki məqama toxunurduq, sonra keçirdik. Bu dəfə yer dəyişmə eləmişik, çünki Avropa Liqasında elə şeylər yaşandı ki, indi Çempionlar Liqası da var içində, amma həftənin və bəlkə də son ayların, tarixin ən unudulmaz oyunu baş verdi. Lyon Manchester United Avropa Liqasında ümumiyyətlə yarımfinalçılar bəlli oldu və elə əvvəldən başlamamışdan qabaq deyim ki, bir statistika gördüm. Rafael, sən də United azarkeşsən, ona görə 120 bu müddət 120-ci dəqiqədə 2 qol vuran Avropa kuboklarının tarixində, yəni qısa müddət son dəqiqədə də ekstralarla vuran ilk klub kimi qeyd olundu. Bilmirəm, bunu da bəlkə də araşdırmaq lazımdır statistikanı. Elə efirdən öncə gözümə dəydi o statistika. Maraqlıdır. Hər halda bəlkə yadınıza düşər hansısa tarixdə. Son 20 ildə yəni elə bir şey mən görürəm. Hə, 120-dən 120 vurulan qollar olub ekstralarda. Əlbəttə olub. Son dəqiqələrdə comeback edib. Yəni son dəqiqədə eyni komandanın 2 qol vurması 120-ci dəqiqədə bu görünməmiş bir hadisə idi. Bəlkə də bilənlər hər hansı bir səhvimiz varsa düzəldə bilər rəy bölməsində, amma çox möhtəşəm bir statistikadır və möhtəşəm oyun idi. Elə başlayaq elə biz Manchesterdan başlayaq. Mənim bir sual maraqlıdır ki, Manchesterin belə qələbə qazanmağı sənin fikrincə onun gücündənmi xəbər verir, yoxsa Lyonun 10 nəfərlə qalıb zəifləməsindənmi? Nə Lyonun 10 nəfərlə qalmağından, nə də ki Manchester Unitedin hazırki gücündən, durumundan xəbər vermir heç bir halda. O həmişə böyük hesablı oyunlarda deyirik, 4-dən sonra, 3-cü topdan sonra və yaxud 4-cü topdan sonra 8-7-0 zərurətdən doğan sənin bir sözün var. Zərurətdən doğan vəziyyət hesabdır. Burada o da deyil. Zərurət ona şərait yaratmırdı ki, yəni hər hansı komanda lap çox öndə olsun, açıq olsun. Əksinə zərurət o idi ki, Lyon növbəti qolları vura bilərdi, boşluq tapıb. 4-2. O da o şansları olmadı. Söhbət ondan getmir. Ümumi olaraq baxsaq nə baş verdi? Qırmızı vərəqə təsir etsəydi o qolu vurmazdılar. Əlavə vaxtda önə keçməzdilər, qolları vurmazdılar. Bax bu məsələlər var idi. Mənə elə gəlir ki, burada Manchesterın o bəzən lap bu son Ferguson dönəmindən sonra da bəzən o bir kobud ifadə var ya, qeyrətsizin qeyrətə gəlmir. İndi United azarkeşi, bəlkə də haqqımız çatır bu ifadəyə. Unitedin hərdən olur da. Olur. Hərdən olur. Palka razgostirədir. Belə alov qığılcım olur və gəlir oynayır. Bu tip oyunları görmüşük indi. Belə şedevr geri dönüş görməmişik, amma bu tip oyunlar olur. City'yə qarşı çempionat oyunlarında da son illərdə geri dönüşlər olub. Olur, amma bunu heç birindən tərəziyə qoymaq olmaz. Heç bir çox fərqli bir qələbə. Heç bir oyunla tərəziyə qoymaq olmaz. Heç bir mərhələ ilə daxili yarışla bir mərhələyə qoymaq, bir tərəzinin bir gözünə qoymaq olmaz. Bu tamam başqa idi. Burada komanda ruhu dirçəldi. Burada o 2-4-dəki o gördün ki, ölməyib komanda, oynamaq istəyir və o 7 dəqiqə qalıb. Heç kim inanmırdı, amma bilir ki, artıq qatar əldən gedib, United yenə də uduzdu. Ən optimist azarkeş belə penalti. Amma komanda inanırdı. Mən nədənsə rahat oturub baxırdım ki, bu dəqiqə bir qol olacaq və son o 2-3 dəqiqə qırğın gedəcək də. Bax orada da Manchester vursa, penallaşdıya gedər, vurmasa heç nə. Bir ordu qolu məncə United uzun illərdir izləyən azarkeşlər məncə o qolu gözləyirdilər. Mən Rafael necə gözləyirdi yoxsa yox? Rafaelin də fikirləri maraqlıdır. Rafael, səncə United nələr etdi? Oyun haqqında çox şey danışmaq olar. Sadəcə belə bir şey deyim. Mən Manchesterin 22 ildə oyunlarına baxıram. Belə bir şey görməmişdim Manchesterdə. 2-2-dən sonra uzatmalarda 2 dənə qol vurmağı, hamısı 10 nəfərə Lyonun qol vurmağı. Məncə oyunu uduzan Lyon oldu. Manchester udmadı oyunu. Yəni bir Manchester United azarkeşi olaraq deyə bilərəm. Çünki Lyon uzatmaya başladığı kimi oynasaydı Manchester çətin onun öhdəsindən gələrdi. Yox, niyə elə deyirsən? Oyunu əldən verən də Manchester. Mən də o deyirəm də, yox, belə deyil. Lyon, yox qardaş, yox. Oyuna gəl. Yox. O Qarnaçoydu da, təkbətəyə vurmadı. Gəlin oyuna, yaxşı, oyuna əvvəldən başlayaq. İlk 15 dəqiqə Manchester hücum elədi, pressing, yüksək pressing, Manchester qolu vurdu. Sonra növbəti 15 dəqiqədən 30 dəqiqəyə kimi Lyon belə tutması Manchester sıxdı, suyunu çıxartdı. Onana yəni məncə Onana dəyişmişdilər. Yəni Neuer zad qaçmışdı onun üçün. Yəni mümkün deyil. Amorimi bıçaqlayırdı qol vurandan sonra. Onananın elə toplar çıxarmağı, yəni həqiqətən
elə toplar çıxartdı ki, o adam qismlə də razıyam. Yəni bilmirəm, həmin momentdə yəni 3-1 Lyon önə keçə bilərdi. Həmin 15 dəqiqə ərzində çox rahat şəkildə. Sonra növbəti 15 dəqiqədə təzədən Manchester oyunu ələ aldı, ikinci qolu vurdu. Dalotun yəni dırnaqarası yaxşı zərbəsi, yıxılaraq bəxtəbəxt gedən bir zərbədən gəldi, qol aldı. Bəli. Amma son 15 dəqiqə ilə Manchester oynadı. Bruno belə deyək, müdafiənin arxasına atılan ötürmələrdən çox yaxşı oynamışdı Manchester. İkinci sayın başladı. İnanırsınız, ikinci sayın başladı. Mən oyuna oturub belə baxıram və dedim ki, Lyon vuracaq Manchesterə. Vot-votdur da, yəni bu 2-2 olacaq ki, elə də oldu. Uzatmaya getdi. Bir Garnacho'nun o 2-2-dən öncə təkbətək çıxmağa bayaq Əlin dediyi kimi. Bir də Bruno dirəyi hansı dəqiqələrdə idi? Bruno birinci taymda vurdu da. Bruno dirəyi ya əlavənin ola bilər əlavə vaxtda, əlavədə deyil. Əlavədə olmadı, birinci hissədə oldu. Vurdu, dəydi pada qayıtdı. Tirə qayıtdı, dirək də yox, tirə. Birinci hissədə. Onda düzdür, birinci hissə. Çünki bu birinci hissədə idi. O Casemiro səhvimsə müdafiənin arxasına atdı. O da saxlamadan vurdu, belə deyək. İndi ikinci uzatma həmçinin Lyon başladı 10 nəfərlə qardaş. Hətta gülnəsi bir durumda. Yəni 10 nəfərdən 2 dənə qol vururlar və ikinci qoldan sonra Lyon sadəcə oturur arxaya, gözlədi ki 10 dəqiqə ərzində Manchester heç eləyə bilməyəcək. 10 dəqiqə qalmışdı. Sadəcə bəxt, futbol şansı deyil. Amma o penalti zərbəsi də olmasaydı, biraz çətin olacaqdı 2-4-dən geri dönmək. Hansı ki 3-4 oldu, ondan sonra 4-4. Yox, orada penalti olmasaydı Casemiro vururdu da qonşu qapıya. Yəni böyük ehtimal vuracaqdı. Bilmək olmaz, ancaq Manchester United oynamadı da, yəni. İndi əsl sınaq gözləyir mənim fikrimcə. Atletik Bilbao, Manchester United. Amorimin çox ehtiyacı var Avropa Liqasının qalibi olmağa. Belə deyək də, Manchesterin mən bayaq dediyim kimi bəxtəbəxt Lyonu keçdi. Nəyə görə deyirəm? Real Sociedadla oyunda eyni şey. Qırmızı kartdan sonra Manchester oyunu apardı. Qırmızı kart olmasaydı Sociedadın da rahat öhdəsindən gələ bilməzdi Manchester. Lyonla həmçinin, yəni qardaş, Lyon bizdən üstün oynadı. Yəni Manchester 15 dəqiqə, 30 dəqiqə, 90 dəqiqənin 30 dəqiqəsi Manchester oynadı, 60 dəqiqəsini Lyon oynadı. Maraqlıdır ki, biz Avropa Liqasında elə Qarabağın Bilbao'nun özü, indi gəlin Bilbao'nun danışaq. Biz səhv etmirəmsə, bundan 2 öncə verilişdə biz danışanda mən demişdim ki, mənim üçün favorit Bilbao'dur. Hətta Manchester digər tərəfdə var. Yəni o tərəfin Tottenham Lazio cütü olacaq və Manchester Bodo Glimt çaşdım. Penaltilərdə başım qarışır Manchester United'ın oyununa. Tottenham Bodo Glimt, Manchester United, Atletik Bilbao oyunu olacaq. Fikir verirsinizsə budur. Budur. Gəldi haralara. Mən onu deyirəm ki, Rafael danışanda onu gətirmək istəyirdim ki, biz Qarabağın Lyonu udmamasına görə Bakıda bir qədər Qarabağı sıxırdıq ki, amma yaxşı oynamışdı. 4-1 uduzmağımıza baxmayaraq epizodlarımız olmuşdu. Bodo Glimti bu mövsüm məğlub eləyən öz meydanında yeganə klub Qarabağdır. Bu məncə növbəti mövsüm üçün düzdür, bu il bir qədər pessimistliyə qapıldıq. Cəmi bir qələbəmiz oldu. 3 xalla sonuncu pillədə qurtardı Qarabağ. Növbəti il üçün artıq rəqiblər də biraz münasib düşsə, mənim fikrimcə Qarabağın da yolu açıla bilər. Bu haqda danışmışıq bu illər. Danışmışıq. Rəqiblərdənmi yoxsa Qarabağın özündənmi, bu sualların cavabını çox vermişik. Yəni qarşılaşdığımız rəqiblərin çoxusu, yəni ki, budur hara gəlib, Lyon hara gəldi, çıxdı. Elə Tottenhamla oynamışıq, yarım finalçıdılar hamısı. Hamısı üçü də ordadır. Mənim fikrimcə Lyon 4-1-də qaldı, yarım finalda bu da oynanan Tottenhamda. Tottenham, bəli, bu da oynanan Tottenham adladı və çox maraqlı bir oyun olacaq. Bodo Glimt öz meydanında yaxşı oynayır, hansı ki, süni meydan amili var, öyrəşdikləri hava iqlimi var. Ancaq səfərdə çox yaxşı oyun sərgiləyə bilmir. Elə dünənlərdə məğlub olurdular. Ancaq yəni qol vurdular, məğlubiyyətdən qaçdılar. Bəli. Manchester United isə mənim fikrimcə elə əsl sınaqlardan biri də elə Bilbao-la oyun olacaq ki, cinahlarda Williams qardaşları var ki, belə deyək də fırtına kimi əsirlər sağ və sol cinahlarda və indi artıq Manchester Unitedin 3-4-3lü müdafiə xəttinə görə Bilbao keçə biləcək, yoxsa Manchester United finala adlayıb Mourinho'dan sonra ikinci dəfə final oynayıb Avropa Liqasını qazana biləcək. Üçüncü final olacaq. Solskjaer finalda uduzmadıq, Villarreal penallaşdı. O yaddan çıxmışdı. Bilbao, ümumiyyətlə Valverde, Məşqi Samili də orada güclüdür.
Bilbao'da. Bilbao United kimi komanda üçün bu komanda ümumiyyətlə gedişatda həmişə indiki dövrdə xüsusilə ən çətin, arzu olunmaz rəqiblərdən biridir. Rangers daş kimi müdafiə olunsa da bacarmadı. İspan klubları ümumiyyətlə Manchesterə ən tərs gələn klublardır. Keçən dəfə də mən verilişdə demişdim, 33% Manchesterin İspan klublarına qarşı qələbəsi var oynadığı oyunlarda cəmi. Yəni 3 oyundan birini ancaq uda bilir. Atletico Bilbao isə ən axırıncı dəfə də Manchester oynayanda ikisində də udmuşlar. Fergusonun vaxtında dediyin Avroliqada idi. Səhv eləmirəmsə Manchester qrupdan çıxa bilməmişdi Benfica'nın olduğu qrupda. O statistikaya baxacağam indi. Yəni məğlubiyyət kimi yadda qalır. İspan klublarını uduzmuşdu. Elə Bilbao uduzmuşduq biz. Sadəcə tarixi dəqiqləşdirmək. 2012-də məğlub olub. Bir də 2023-də oynayıblar. Bir yoldaşlıq görüşü çərçivəsindədir. Bilbao 2-1 hesablı Manchester United 8-də 1-də. Bəli. 2012. Yəni Bilbao İspan klubları içində məncə Manchester ən tərs gələn klublardan biridir. Bir də Sociedad idi. Sociedad'ı qırmızı vərəqə ilə keçdi. Ümid edirəm ki, Bilbao'nun da oyunda Bilbao qırmızı vərəqə alar. Başqa bir şansımız yoxdur. Baziyanın bütün sualların cavabı burdadır. İlk verdiyi sual var idi. Qırmızıya görəmi, oyuna görəmi, yoxsa öz yaxşı? Yox, tam da Manchester oynamır. Kim nə deyir desə, mən Manchester azərkeşiyəm. Mən gördüyüm ən bərbad ikinci Manchesterdir. Biri də Moise Manchester idi. Bu da ikinci ən gördüyüm yaxşı, bərbaddır. Bu illər ərzində hansı yaxşı olub ki? Mourinho Manchester. Mourinho Manchester olur. Mourinho Manchester'in xarakteri var idi, qardaş. O komanda əgər udmaq lazım etsə çıxıb udur. Yox, sözsüz ki, bütün titulları yan-bayan qoysan, Mourinho yenə döndədi Avropa liqasına görə. Ten Hag'ın Fergusondan sonra gördüyüm ən yaxşı komanda Bruno'nun təzə gəldiyi vaxtda Solskjaer'in komandası idi. Bir Mourinho'nun komandası idi. Bax o dönəm. Bəli. Qaldı ki, bu Ten Hag və bu belə deyim, Amorim'in günahı yoxdur burada. Bəzən Manchester United qardaş, o heyəti heç bir oyunçusunu almayıb. 700 milyon Ten Hag 700 milyon avro pul xərcləyib qardaş komandaya. 700 milyon avro. 700 milyon avrodan qardaş əldə tutulacaq bir şey yoxdur ortada. Komanda oyun oynayır, nə bir şey. Amorimi də gətiriblər noyabrda, qardaş neynəsin? Yaxşı, görək indi yay transferində nələr edəcək. Bir dənə yadına gəlir oyun başda. Manchester ikinci heyətimi də saya bilərdin, zəhmət olmasa. Birinci heyəti qoydum. İkinci heyətdə kimlər var idi Manchesterdə? Yəni sən baxımdan deyirsən, əvəzedici oyunçular kim var idi? Maino'dan Eriksen'dən başqa kim var idi? Bir də Altay Bayındır. Yox, razıyam mən. Heç kim yox idi. Qardaş bilmirəm ki, orada yəni ekspertiz səsləndirmirəm. İkinci heyətdə hamısı ikinci. Baxdım mı? Belə baxdım dedim ki, qardaş kim yeyə bilər? Ha, yaxşı, burada bir sual çıxır meydana. Niyə Manchester United'in əvəzedici heyətindən oyunçular gəlib heç nə eləyə bilmir? Manchester City-də biz kubok oyununa baxdıq. O'Reilly'ni buraxdı oyuna. O'Reilly 2 assist elədi. Sol cinahda sanki uçurdu da o futbolçu. Manchester City akademiyası nəinki Manchester United-dir, Real Madridin akademiyasından güclüdür. Qardaş, Manchester United özünə problem axtarmalıdır. City-nin akademiyasından çıxan oyunçulara bir dənə bax. Manchesterə yatırım eləyən yoxdur axı. Yoxdur da qardaş. Ronaldo çıxdı, danışdı, o danışdı, bu danışdı. Yoxdur da aç belə deyək də görünən Türkiyədə deyim var ya, görünən köy kılavuz istəməz. Qardaş, görünən bağına belə. O yadından çıxdı da yaddaşıma heç olsa. Manchesterin heç nə yoxdur. Dünyanın ən varlı klubudur, dünyanın ən tanınmış klubudur, amma heç bir şey yoxdur. Orxan dünən 120 dəqiqə oturub futbola baxıb, ilk dəfə olaraq Manchester United-in oyununa. Ona görə Manchester United qalib gəldi. Manchester United zərkeşi. Həm də Fenerbahçalıdır, iki klubu Fenerbahçanı daha çox. Yox, Fenerbahçanı daha çox sevir Manchester United-dan, amma Manchester sempatik. Amma ilk dəfə baxdı oyuna. Çox sakit. Keçə Çempionlar Liqasına bəlkə. Manchester boş. Yox, yaxşı çempionluğa keçməmiş bir də şey tamamlayaq. Yarı finallardan finala kim çıxacaq? Hər bir də variantını desin. Atletico Bilbao Tottenham. Təəssüf olsun ki, bu görüşdünən ki, o möhtəşəm görüşə görə mən deyə bilmərəm Manchester əminlə çıxacaq. 60-ın 40-a Bilbao'nun üstünlüyü olacaq oyunda. İki cütlə, xüsusilə İspaniyadakı qarşılaşmada 60-ın 40-a Bilbao üstün olacaq. Birinci oyun Bilbao'dadır, yoxsa Old Trafford'dadır. Baxaq da bir dəqiqə, əlimizin altındadır hər şey. Atletico Bilbao'da. Birinci oyun oradadır. Onda bəxtimiz var keçməyə. Şans var. Bu ola bilər hər şey. Hər şey təsir edir. Birinci oyun orada olmağı biz üçün yaxşıdır. Digər tərəfdən də Tottenham Budoya olacaq. Məncə şans verməyəcək. Budo nağılı burada bitəcək. Ona görə İngilis finalının izləyə bilərikmi yoxsa nə yadıma düşdü? Budo Glimt Azərbaycanda olan bir azarkeşi var. Onu da təbrik eləyirəm orada. Qardaşım, o dünən baxdım videosu. Hadi yadımdan çıxdı.
Videosuna baxdım dünən. Əməlli başlı Norveçə çağırdılar. Yox, o çağırmaq bir qədər. Atası əməlli başlı gəldi, ondan bir yerdə baxıb, ürəyə getmişdi az qala axırda. Gəldi, öpüb qucaqlayır, yaxşı qurtardı. Qurban da səhv etmirəmsə. Amma məncə təbrik edirəm Qurban səni. Glimplə şey çıxacaq, Bilbao çıxacaq finala. Tottenhamda çıxa bilməyəcək. Tottenham futbol oynamır, yadlarından çıxıb futbol onların. Dünənki oyunu çox bərbad oynadılar. Həddən artıq bərbad oynadılar. Bu da kimi komandaya mən sənə deyim ki, bu da elə öz evində Tottenham 2 dənə, 3 dənə vurub göndərəcək. Gələcək orada da oyunu heç bitirib elə gedəcək. Baxarsan Tottenham komandası. Nə bilim, məncə bəlkə də qırmızı zadalar eləyər bu da bir şey Lazio kimi gəlib nəsə elədi. Yəni bütün bunların fonunda Bilbao biz çempion elədik. Bilbao məncə də çempion. Yox, ailənin çempion elədik. Zaten bu heç Sociedad 4-1 idi də. 8-1 olanda belə biz ən böyük favorit Bilbao-nu görürdük. Açıq aydın ən böyük. Çempionlar Liqasına keçməmişdən öncəli istəyirsənsə hədiyyəli yarışmamızı bizim çatdırır. Tərəfdaşımız Team Store, onun qurucusu Rafiq bəyə təşəkkür edirik. Bizim qaliblərimizin liqada bizdə viktorinalarımızda da bəzi viktorinalarımızda qaliblər olurdu bu aylar ərzində və son olaraq ötən buraxılışda biz sizə təqdim etmişdik. Bir qalibimiz hədiyyəsini götürmüşdü və sonuncu Sultan adlı iştirakçımız da hesabı səhv etmirəmsə düz tapdı. O viktorinamız idi. Və orada hesabı düz tapmışdı. O da hədiyyəsinə bir müddət sonra qovuşdu, çünki sifariş eləmişdi istədiyi formanı və onun da fotosunu təqdim eləyəcəyik. Rafiq bəyə isə Team Store-a xüsusi olaraq təşəkkür edirik. Bizimlə avqust ayından bu yana, demək olar ki, sentyabrdan bu yana tərəfdaşlıq edir və zaman-zaman hədiyyələrini belə deyə təqdim eləyib bizim iştirakçı, bizi izləyicilərimizə. Ona görə də bir daha təşəkkürlər və növbəti hədiyyəli viktorinamızda istəyirəm El Clasico-ya. Seçim səndədir. El Clasico eləyək. Barcelona Real Madrid Copa del Rey finalı. Barcelona Real Madrid oyunun dəqiq hesabını və oyunda olan qollardan birinin müəllifini qeyd edin. Məsələn, 1-1 oyunun əsas vaxtı nəzərə götürüləcək bu arada 90 dəqiqə. Yəni əlavə vaxtda getsə nəzərə alınmayacaq. Məsələn 90 dəqiqənin hesabı 1-1 qol Mbappe, məsələn Lewandowski. Vurun və qeyd eləyin rəylərdə. Mütləq kanala abunə olmaq və videonu bəyənmək mütləqdir. Bəli, əsas şərt. Və hədiyyə istədiyiniz klubun formasını tərəfdaşımız Team Store-dan hədiyyə qazanın. Bax bu da belə Team Store-da qeyd elədik. Bir də ki qeyd eləyək, şərhləri redaktə eləmək sayılır. O edit olunmuş, redaktə olunmuş rəylər qeydə alınmayacaq. Çünki görünür artıq siz hansı rəyi qeyd edirsiniz və yaxud da hər bir profildən də bəli, bir başlanandan sonra yazanda bu qeydə alınmayacaq. Maç saatına qədər kifayət qədər vaxtınız var və qeyd eləyin, qalib olun, Team Store-dan da hədiyyə qazanın. Çempionlar Liqası yenə də dostlar sizdə olacaq. Çempionlar Liqasında Arsenal, Real Madrid heç nəyə imkan vermədi. İkinci qarşılaşmada da demək olar ki, yəni adətən Real Madrid və o dünən Manchesterin elədiyi, daha doğrusu cümə axşamı etdiyi o geri dönüşü hər zaman Realdan gözləyirlər və bu dəfə də gözləyirdilər, ümidli idilər. Azarkeşlər danışırdı, amma nəticə oyun remontada olmadı. Ümumiyyətlə Arsenal çox rahat şəkildə Arsenalla Real Madrid düşəndə belə mən artıq təxmin eləmişdim ki, Arsenal öz müdafiə xətti ilə Real Madridə çox böyük çətinliklər yaradacaq. İlk öncə fikirləşirdim ki, oyunlar olmamışdan qabaq oyun penalti zərbələrinə gedə bilər. Çünki Arsenal müdafiə xətti və qapıçısı o qədər yəni inamlı təsir bağışlayır ki, bunu demək mümkün idi. Yeni Cavan Lewis Kellinin də oyunu çox göz oxşayırdı. 200 milyon qiymət. Zarafatsız. Cavab oyunundan sonraki onun qiyməti 200 milyon. Və artıq deklanlara birinci oyundan sonra Rice'ın cərmə zərbələrindən sonra oyun belə deyək ki, gözlənilməz bir hal aldı. 2 cərmə zərbəsindən möhtəşəm qol. Artıq cavab oyununda bilinirdi ki, Real Madrid nəsə eləməyə çətinlik çəkəcək və Real Madrid 90 dəqiqə ərzində nə etdiyin fərqində olmadı ki, nə etmək istəyirdi klub. Bir var ki, məsələn, qapıya 9 zərbə endirərlər. Qapı tiri olar, qapıçının seyvləri olar. Məsələn, yadınızdadır. Yoxdur. Əli ümumiyyətlə yadındadır. 2013-də də səhv etmirəmsə, Borussia Dortmund Real Madridi keçmişdi. 4-1 Lewandowski orada poker etmişdi. Yəni Bayern Borussia finalına gedən. Bəli. Həmin görüşdə cavab oyununda Real Madrid 2-0 qələbə qazandı. Ancaq hansı nə toplar girmədi. Yəni necə oynayırdılar, necə pressingli futbol. O Realla bu Real arasında yerlə göy qədər fərq var. Müdafiənin cinahı Lucas Vazquezdir. Yəni ki asmalar kimə edir? Mbappe baş zərbəsi vuracaq. Bir dənə Realın taktikasına fikir verdiniz oyunda. Gəlirdilər belə deyilir cinahlardan ancaq yuxarı qaldı. Qardaş kimə qaldırırsan? Yox, rəqibin kimdə? Arsenal. Arsenal ən yaxşı oynadığı şey nədir?
yuxarıda, ikinci mərtəbədə. Sən Arsenalı kəllənən gol vurmaq. Yox, sistemi yox. Dağınıqlığı. Elə bir şey mərkəz hücumçusuz olmadan məsələn olardı Benzema. Josel'un özü olsaydı da belə, yəni nəsə eləmiş olardı. Keçən Josel Toni Kroos göstərdi ki, Realın bel sütunu Toni Kroos idi. Bir dənə Toni Kroos'un olmamağı, komand o cür oyunçular bir dənə Toni Kroos'u seçinədir. Qardaş, o Toni yəni Real Madrid də pis oynamadı. Toni Kroos idi. Məsələn, o nöqtədə bəzən Manchester City-ni keçdi, Atletico Madrid-i keçdi. Atletico-nu necə keçdilər indi? Son illərdə mən deyim ki, son illərdə ən bəlkə də güclü yarımfinal olacaq. Və son illərdə mənim gördüyüm ən güclü bu mərhələyə layiq olan 4 komandanın 4-ü də var. Burada 2 komanda da əlavə eləmək olardı bəlkə də bura siyahı 6 komanda da bu layiq ola bilər. Liverpoolu bir əlavə eləmək. Yəni o da Liverpool da öz belə deyə səhvlərinin badına getdi. Liverpoolu da əlavə eləmək olardı bura. Yəni sözü təsdiqləmək üçün deyim, 4 komandadan 3-ü, ikinci, üçüncü, dördüncü yeri tutan komandalardı ümumi sıralamada. Ümumi liqa cədvəli. Bir dənə də Liverpool idi, 2 3 4 gəlirdi onlar. Yəni 4-ü o deməli liqa güc göstərir. Güc göstəricisi. Bir dənə PSG 15 idi, çünki sezona pis başlamışlar. Sonradan götürdülər o sürəti. PSG gedirdi ya. Yəni sən dediyin PSG düzdür, gedirdi. Həqiqi PSG gedirdi. Amma PSG də geçsəydi Aston Villa üstdə idi ondan qat-qat. Aston Villa 6-da idi də səhv. Yəni sıralama baxımından yox, nə deyirəm? Bax o burada da məşqçi amili təsir eləyir. Burada da komanda orada Fransadakı oyunda son dəqiqədə heç nədən boş-boşuna. Bax PSG Paris Saint-Germain futbolçuları boş-boşuna var gələdilər və məncə orada onlar vaxtı boşaldırdılar, yəni azaldırdılar daha doğrusu. Və birdən-birə gördülər ki, Aston Villa dayanıb. Yəni topsuz hərəkətdə onlar boş mövqe verdilər. 2 ötürmə vəssalam. Qapıçı ilə üzbəüz gəl 3-1. Bu da sənin üçün mərhələ deməkdir. Məncə PSG orada həll olmuşdu. Aston Villa-nın oyunu bizsiz o vəziyyətə niyə gəldi 3-2 söhbətinə? Aston Villa-nın üstünlüyünə görə gəlmədi. Məncə PSG 2-0 olandan sonra oyunçuların o təcrübəsizliyi var. Biz elədik. Oyun bitdi. İnanmırdılar ki, Aston Villa insan özün belə deyək də rahat buraxandan sonra ki, bizdə idi, o özün toparlaya bilmədi. Bir amildən qorxurdum. Unai Emery gol vurmasaydı, birinci söhbəti var idi Raforda. Unai Emery amili mən ona görə mərhələdən qabaq onlara maksimum 2-1 hesab demişdim birinci oyunda. Bəli. Makkinin oyununu bəyəndim. Türk şərhçilərdən belə bir çıxış gözəl söz eşitdim. Yəni deyir Aston Villa bir adam olsaydı Makkin olurdu da. Yəni necə oynadı, özünü döyüşürdü də. Yəni o neçə metr topu gətirdi. Donnarumma'nın bir epizodu oldu ki, Tielemans vurdu başdan zərbədən. Onun əksi də var. Bu tərəfə də ziyarətə gəlsə, elə 3-2-dən sonra da 2 dənə moment oldu. Asensio'dan tək-təkə çıxartdı. Yox, Aston Villa yox. Paris Saint-Germain də moment oldu. Əşrəf Hakimi idi deyəsən qapıçına tək-təkə. Bir də Dembele moment oldu. Yəni onları vursaydı, yenə də orada artıq vəssalam. Son dəqiqəyə qədər o kritiklik qalmayacaqdı. PSG-nin səhvi, yəni o dediyim məncə təcrübəsizlikdən irəli gəlirdi. Komanda hətta cavan olmağı belə bir momentlərə düşmədiyinə görə bu artıq onlara dərs oldu. Mən inanmıram onlar yarımfinalda belə bir şey səhv edə. Cütlüklərə indi gələk biz. PSG mən Real'la bir şey də deyim, o da Arsenal 2 dənə müdafiə oynayan komanda, 2 dənə hücum oynayan komanda. Barcelona, PSG dəli kimi hücum oynayan 2 komandadır. 2 dənə də dəli kimi müdafiə oynayan komanda. Arsenal maraqlı danışmadıq. 2 fərqli sistemin bir-birinə Barcelona danışaq mənim fikrimcə. Barça zarkeşlər sonra bizdən incəyər ki, niyə danışmalıyıq? Borussia Dortmund ilk oyunda Barcelona fikirləşdi ki, artıq hər şeyi həll etmişəm, ancaq bir an oldu ki, artıq yəni ki, oyun çevrilə bilərdi. 3-1 olanda artıq yəni o verməyəcəkdi. 2-dən sonra da dərhal yəni fərqlənmək falan o oyunu rahat idilər. Barça məncə bilsən niyə çıxmışdı? Lewandowski ilə Rafinha oyuna buraxmışlar ki, o statistikanı qaldırsınlar, özlərinin gol statistikasını. Məncə o üçün oynayırdılar. Onlar gördülər ki, əşya. Gəlin onda ciddi yanaşmamışlar. Cütlərə baxaq. Favoritlərimiz deyək. Barcelona, Inter, Barcelona burada düşə biləcək ən pis rəqib düşüb Inter. Ümumiyyətlə Inter ən gizli favoritdir də. Inter düşə biləcək ən pis rəqib Barcelona futbolçu. Barcelona da müdafiəsində yəni boşluq verən, gol buraxan komandadır. Və onu Inter kimi komanda, Inter kimi hücum xəttinə sahib olan komanda və xüsusilə əks hücumda sürətli keçə biləcək bir komanda. 3-5-2-nin ən yaxşı oynayan komanda. Ən yaxşı oynayacaq və ona görə Interin Barcelona qarşısında şansı var.
özdə kifayət qədər yüksək var. Məncə eyni Barcelona'da mənə elə gəlir ki, eyni qədər də şansı Inter qarşısında var. Yəni bir qədər Barcelona burada necə olacaq? Haku ilə hücuma gedən tipdə oynamayacaq. Bəzən İspaniya çempionatında çox çətin. O gün Leganes səfərində idi 1-0. Yəni bax o çətinlik çəkirdi yarmağa. Bax Interlə oyun da indi düzgün müqayisə deyil Leganeslə, amma Interlə oyun da o tipdə olacaq. Yəni böyük hesab gözləmək olmaz. Tamamilə fərqli düşüncədir. Nə, Barça rahat keçəcək? Yox, keçməyəcək Barça. Hə, keçməyəcək. Nədən irəli gəlir? Məncə Barça təcrübə söhbəti var. Inter oturmuş komandadır. Müdafiədə yəni yaşlı Barça müdafiə keçə bir də məşqçi məsələsi var da. Hesabı Bayernlə oyun kimi olacaq. Inter istədiyi vaxtda gedib qol vuracaq, istədiyi vaxtda müdafiə olacaq. Interin Bayern qarşısında da minusu nə idi? Əgər gedişat onu vadar eləsəydi ki, hesabı qorumağa artıq biraz çətin vaxtda, onda hesabı qorumaq üçün oynayan bu Inter, bu baş məşqçi ilə bir qədər zəif nöqtəsidir. Qapananda. Amma yox, normal öz oyunu diktə edən Interin qarşısında Barcelona favorit deyil. Yəni bu əslində cütün favoriti ad olaraq bəlkə də Barcelona göstərirlər. Yox, 55-in 45-ə Interin. Məncə 50-50-dir. Yox, 50-50 mümkünatı yoxdur. Bir komanda Mourinho'nun bir dənə söz var. Hücum sənə oyunu qazandırır. Müdafiə kubok qazandırır. Bu qədər sadədir. Yox. Cəzası bitir yoxsa oynayacaq, daha doğrusu çıxacaq bu tur, yox? Çıxır. Çıxacaq kubokdan. Nəysə, siz nəsə zamanınız. Galatasaray azarkeşinə Mourinho'dan stat gətirəndə. Məncə Inter çox rahat şəkildə Barça. Nə deyirsən Inter? Inter 100%. Mən də Inter deyirəm. Interi niyə görə deyirəm? Müdafiə xəttində yaşlı oyunçuların və necə müdafiə olunmağı bacaran oyunçuları var Interin. Barcelona'da buna baxanda, yəni çox gəncdir. Müdafiəçilər ona görə məncə Inter. Barçanın nəfəsi yetməyəcək Interlə. Bu qədər sadədir. Mən əlavə Inter və Arsenal. Inter və Arsenal finalda. PSG keçə bilməyəcək Arsenal. PSG Arsenal keçəməyəcək. Arsenal mən finalda görürəm. Mən də Arsenal finalda görürəm. Arsenaldan mən çempion. Real'a görə yox ha. Yox, mən sən istəyirəm. Normal halda gəl bəlkə belə bir şey olsun. 2006-cı ilin təkrarı olsun. Bu dəfə Arsenal əvəzini alsın. Yanıb tökülmüşdü mə oyunda. Həqiqətən o qırmızı kartdan necə çox yaxşı başa vura bilərdilər, alınmamışdı. Bellettin vurdu. Belə yekunlaşdırmaqdan öncə hələ var biraz. Mərcdən danışaq. Qarabağ Neftçi var. Yer gəlmişkən bu gün yayımlanacaq bizim efirimiz və elə Qarabağ Azərbaycan derbisi. Qarabağ derbi qalıb ki. Ya, derbidən derbilik qalmayıb. Qarabağ çempionluğunu da rəsmiləşdirdi. Neftçi 2-0 udurdu. Baxdım dedim ki, oydu. Halaldır Neftçi. Baxdım 4 dənə top. Neftçi axırıncı nə vaxt çempion olmuşdu? Neftçi Ahmed Ahmedovun vurduğu gol 2021 pandemiya dövrü idi. Mən həmin oyunda bu günə kimi yadıma 90 üstə 5-ci. Həmin oyunda aşağıdadım flash müsahibədə. Flavinho oynayırdı onda hücumda isə. Yox, Flavinho Braziliyada oynayırdı öz evində. Ahmed Ahmedov Bolqarıstanlı hücumçu gəldi, vurdu 90-cı dəqiqədə. Çox gözəl həmin oyunu xatırlayıram. Yenə deyirəm, siz sportda çalışırsınız. Qarabağ odur çempion olmuş. Qarabağ Chelsea Honda var. Honda var idi doğrudan. Çox sən hara getdin Flavinho? Belə Ramim yadımdadır mən. Qarabağ Neftçi oyununu saldığı o mövzu kimi qısaca deyim ki, elə ötən dəfə biz 2 həftə öncə danışanda ki, Qurban Qurbanov mən nəsə o deyil, Səbail ilə yoxsa Kəpəzlə oynadı. Hə, dedim inciliyi var. Və üstündən bir müddət keçdi, icra komitəsinin icrası oldu ötən həftə. Orada qatılmadı, 4-cü dəfə idi artıq mövsümdə və qeyd elədi ki, mən icazəli qatılmamışam. Həmin gün oyunu var idi ona görə. Və bu yenə də təsdiq eləyir və bizim o danışdığımızdan sonra da üstündən bir həftə keçmişdi, artıq mətbuatda da çox yazırdılar. Çünki hamı eyni vaxtda sezib o məsələni. Bu baxımdan bu Qarabağ Neftçi bu oyunda da Qurban Qurbanov məncə yenə prinsipiallığı göstərəcək. Bu Neftçiyə heç bir şans tanımaq istəməyəcək. Çünki çox söhbətlər gəzir komandası ətrafında, daxili məsələlər ətrafında, Qurban Qurbanovun öz ətrafında. Danışarıq. Bu oyun qabağı çox istəmirəm danışaq. Qoy oyun bitsin. Növbəti həftə onsuz da bizim çempionluq həftəmiz deyil. Amma planşeti də verdilər də. Və hədiyyə. O da futbolçular atışıb hədiyyə elədilər. Yaxşı bir manatdan atışlar. Yaxşı jest idi Qurban Qurbanov. Ona görə bu həftə bu maçı izləyin və növbəti həftə artıq bu oyun haqqında görək nələr baş verəcək. Azərbaycan futbolunda çox maraqlıdır. Qarabağ an məsələsidir, çempionluğunu həll eləyir və mərcə gəlib çataq. Ötən həftə, yox, ondan əvvəlki həftə biz yayımlamışdıq və orada verdiyimiz kupon özünü doğrultmuşdu. Bəli, Əli bəyin verdi. Hə, o həftə oyunlar yadımda çıxdı. 2 həftə keçmişsin. İndi də Ziya bu həftə olan kuponluğu təqdim elə. Rafael səndə var nəsə variantlar? Yox. Ona görə bu həftəyə ümumi fikirləşdiyim oyunlar, birinci oyun Milan-Atalanta oyunudur ki, bu oyuna üst versiyasını fikirləşirəm. 2.5 üstü olacaq. Çünki Atalanta son oyunlarda çox pis vəziyyətdə idi. Son oyunu qalib gəldi, düzdür. Milanda da məncə eniş var idi. Artıq
Yəni ki, bol qollu oyun gözləyirəm. Ondan sonra Monza Napoli oyunu, Napolinin foralı qələbəsini gözləyirəm. Yəni 2 və 2-dən çox top vuracaq. Çünki Interin çətin oyundan sonra Bologna ilə oyunu var. Interin burada xal itirməyi mənim fikrimcə mümkündür. Yəni ola bilər ki, Inter xal itirsin. Ona görə Napoli işi şansa buraxmayacaq. Monza qarşısında son pillədə olan rəqibini məğlub etməyə çalışacaq. Fora qələbə Napoli. Brentford Brighton oyununda 2.5 üst bol qollu keçəcəyini fikirləşirəm bu oyunun. Ümumi əmsal da 5 əmsal eləyir. Dəyərləndirə bilərsiniz. Müxtəlif mərc operatorlarında siz baxa bilərsiniz. Qanuni mərc operatorlarında və mənim variantlarım burada Real Madrid Bilbao ilə oynayır elə bu həftə. Bilbaodan çox danışdıq. İlk hissə 4.500 künc zərbəsi götürə bilərik. Bu bazar günü səhv etmirəmsə oyun 23:00-da start bazar günü. Daha sonra burada Qarabağ Neftçi maçında mən üst variantını verəcəm 2.5 üst variantı və bir qarşılaşma da götürək biz buradan Mainz Wolfsburg üst. Bax 3 oyun Mainz Wolfsburg üst, Real Madrid BH 4.500 korner, Bilbao ilə və Qarabağ Neftçi üst variantına götürmək olar. Yəqin ki 3.54 civarında bəlkə olar. Bu əmsallara çünki baxmamışam, sadəcə oyunları seçmişəm. Dəyərləndirə bilərsiniz. Bu digər oyunlar da var. Qısaca deyim, Atletico Madrid Las Palmas səfərində qələbəyə bənzəyir. Everton Manchester City bu oyunda künc zərbələrinə bənzəyir. Everton City-nin əmsalını komandadır. Baxmamışam. 2 verir. Ola bilər. Barcelona Celta Vigo üstə getmək olar. Fenerbahçe Kayseridə var. Qısaca onu da deyin, nə gözləyirsiniz? Fenerbahçe çox rahat udacaq. Çünki məncə bir 4-5 niyə rahat tutacaq onu da deyim. 9 futbolçusu Kayserinin oynamayacaq. 5 futbolçu sarı kart limit cəzalı olduğuna görə oynamayacaq. 4 futbolçunun da zədəli olaraq heyətə alınmır. 9 futbolçusu olmayacaq Kayserinin. Ziyan sözünə qulaq asırsınız. Neçə yazırsınız? 4.500. Deyir o var. Dostum Mərz dediyi oyun o. Hamısı tərsinə vurur. Yox, tərsinə yox. Dərə-təpə yerdə futbol oynayırlar. Fenerbahçe rahat udacaq. Ən azından 3 top falan o da olacaq. Galatasaray da ki Bodrumla oynayacaq. Bodrum Galatasaraydan xal almaq bu gündür. Cümə bu gün deməyə də bizim yarım gedən günü bitir artıq maç. Şənbə günü Fenerbahçe'nin cümə günü oyun var. Nəticəndə Fenerbahçe mən City'yə qələbədə vurmaq olar. City'yə inanıram. Çox da mən ona getməyəcəm. Mən dediyim oyunları bir də Newcastle, Aston Villa-na. Crystal-la oyunda göstərdilər ki, biz uduzub sonra uda bilərik. Özlərinə qayğı. Bir də Newcastle Aston Villa oynayır. O da qəşəng oyundur. Newcastle 2.90 verir. Hə, Newcastle 3-cülük üçün oynayır. Newcastle qələbə yazmaq olar. Və bizim Fantasy liqamızdan da Əli qısaca danışaq. Heyət bu tur üçün hazırlamamışam sözün düzü, ancaq ikili oyunlar var. Manchester City-nin oyunları var, Crystal Palace-ın ikili oyunu var. Daha sonra bəzi klubların da ikili oyunu olmalıdır. Baxın ona. Crystal Palace-lı, City-li, Arsenal'ın oyunu var. Arsenal'ın ikili oyunu var. Yəni bunlardan seçə bilərlər və assistant menecerdə də mən Artetanı seçərdim. İkili oyunu var çünki Arsenal'ın və bizim liqa cədvəlimizə gələ elə dəyişilməyib yerlər. Bu arada elə soruşurdular ki, qalibə hədiyyə olacaq. Bəli, ilk 3 pillənin qalibinə hədiyyə verəcəyik. Birinci pillədə Şahin Şahnəzərli, ikinci pillədə Dadaş Nəzirli, üçüncü pillədə Naib Əliyev, 4-də Tural Xaylov, 5-ci yerdə isə Elnur Cəfərov qərarlaşıb. Uğurlar arzu edirik və burada belə görünür ki, ilk pillə çətin dəyişsin, amma ikinci, üçüncü pillələr dəyişilə bilər. Fantazidə iştirakçılarına da uğurlar arzu edirik. Həm bizə izlədiyinə görə də təşəkkür edirik və əlavə təklifiniz, rəyiniz nə varsa rəy bölməsində də yazın. Hədiyyəli yarışı da qaçırmayın. Barcelona Real Madrid El Clasico Copa del Rey'in finalı. Və kuponlarından da yararlana bilərsiniz. Rafael sözüm var son olaraq. Bəli, bir də demək istəyirəm ki, bizim futbol layihəmiz başladı. Artıq 2 verilişimiz yayımdadır kanalımızda. Bunu da izləməyi unutmayın. Bir də ki, əgər siz də verilişdə futbol layihəsində iştirak etmək istəyirsinizsə, son videoda girərsiniz. Alt hissəsində şərh bölməsində özünüz haqqında məlumatı iştirak etmək istəyirsinizsə, bizim Instagram səhifəmizdən də girib bizə yaza bilərsiniz ki, biz sizinlə əlaqə saxlayaq və layihədə iştirak edə bilərsiniz. Bilginizi sınaya bilərsiniz. Bəli. Bax belə. Təşəkkür edirəm sizə. Sağ ol Əli. Hələlik deyirik, növbəti həftə yenidən futbol mövzularını müzakirə etməyə də davam edəcəyik. Sağ olun. Sağ olun, salamat qalın.